Noyabr ayı enerjisi bəzi bürclər üçün sınaqlar, daxili gərginlik və qərar anları gətirəcək. Ən çətin dönəm yaşayan bürclər bunlardır. Əqrəb 1. Bu ay səbir sınağıdır. Keçmişdə gizlənən bəzi məsələlər üzə çıxa bilər. Qərar verməkdə tələsmə, hər şeyi sakit analiz et. Məsləhət, duyğularına deyil, faktlara güvən. Oğlaq, planlar gecikə, gözlənilməz məsuliyyətlər arta bilər. Özünü çox yükləmə, biraz fasilə ver. Məsləhət, iş və şəxsi həyat arasında tarazlıq yarat. Əkizlər, emosional qarışıqlıq və yaxınlarla fikir ayrılığı yaşana bilər. Düşünülməmiş sözlər münasibətləri zədələyə bilər. Məsləhət, duyğularını nəzarətdə saxla, tələsmə. Xərçəng, keçmişlə bağlı məsələlər geri dönə bilər, bu da içindəki balansı poza bilər. Özünü qorumağa çalış. Məsləhət, ruhunu sakitləşdirən insanlarla ol. Dolça gözlənilməz maliyyə və ya emosional dəyişikliklər baş verə bilər. Hadisələr planladığın kimi getməyə bilər. Məsləhət, fleksibil ol, dəyişikliklərə uyğunlaş. İstəsən bu bürclər üçün